8 noyabr Zəfər günü mənim üçün o deməkdir ki, Fəxarət. Xalqımızın, ordumuzun birliyi nəticəsində 30 illik həsrətin son qoyulduğu gündür. Bu əvəz olunmaz bir şey. Qürurlanıram, sevinirəm. Çünki haqlı bir qürur yaşayırıq bu bayramla. Bizim ailədə kişilər bayramı sayılır bu gün. yəni o qələbədə mənim də bir balaca payım var. Yəni çox özümdən fəxr edirəm o qələbədə payım olduğuna görə. Mənim gözüm qabağına birinci növbədə bayraq gəlir, sonra şəhidlər gəlir, sonra da qürur verici bir gün kimi gəlir. Biz heç vaxt məğlub olduğumuzu hesab etməmişik. Sən azadsan, ruhən ucasan, sən Azərbaycan gəncisən. Mənə həyatımın və vətənimin dəyərini bilməyi öyrətdi. Həmin günü mən Zəngilan şəhərində döyüş tapşırığı gəlmişdi, 10 xəttə keçib. Əlaqə saxlaya bildiyimiz günlər var idi və məncə çox sevincli keçirdi. Ordunun şəhidlərimizin qanı ilə yoğrulub, Şuşa azad olunub, torpaqlar azad olunub. Azərbaycan tarixində böyük bir qələbədir. Bütün müharibə qurtarıb. Sadəcə gəldi və biz onu qucaqladıq. Şükür ki, sağ-salamat qayıtdı. Zəfər günü gənc nəsil üçün milli qürur, milli kimlik, Vətənini sevsinlər, daim birlik olsun. Gələcək nəsil də bu torpaqları qoruyub saxlasın. Öz bayrağımızı, öz torpağımızın, Zamanının qədrini bil, vaxtının qədrini bil. vətənimizin uğrunda əllərdən gələni əsirgəməsinlər.